Bakıda İdrak Liseyində şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsi Şəhla Kamilovadır. Yeni medianın əldə etdiyi məlumatına görə hadisə tənəffüs vaxtı baş verib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda liseydə şagirdin müəlliməni güllələməsi ilə bağlı məlumat yayıb. Bildirilir ki, fevralın 6-sında paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub. Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışını keçirir, eləcə də hadisənin baş vermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosesual hərəkətləri icra edir. Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.